Tamam. Başlayaq. Deməli, botanikanın ümumi sual cavabına. Əsas şeyləri çalışacağım ki, yəni vaxtımız 80 dəqiqə olacaq, 2-40 dəqiqə. Çalışarıq ki, əsas şeyləri sual cavab edeyim, haralara diqqət eləmək lazımdır, o hissələrdən sual cavab edeyim. Yəni vaxtımız qalan qədər nə qədər genişləndirə bilsək, çalışaram ki, geniş sual cavab edək. Başlayaq, elə istəyirəm başlayaq bitki toxumalarından. Toxuma nədir? Mikrofon. Bəli, səsim bağlı. Deməli, toxuma e, quruluşu eyni olan, eyni funksiyanı yerinə yetirən hüceyrələr qrupudur. Hüceyrələr və hüceyrə arası maddələr. Yarısı Quruluş və maddələr. mənşəcə eyni olan, oxşar Bəli. funksiyaları yerinə yetirən hüceyrələr və hüceyrə arası maddələr qrupu toxum adlanır. Bitkilərdə hansı toxuma qrupları var? Bitkilərdə törədicidir, ötürücüdür, örtücüdür, mexanikidir, ifrazatdır, bir də əsasdır. Tamam. Törədici toxum hüceyrələrin hansı xüsusiyyətləri var? Törədici toxuma hüceyrələri, onlar daimi olaraq çoxalırlar və digər toxumalara başlanğıc verirlər. Başqa? Bölünürlər daha doğrusu. Hə, orası düzdür. Başqa hansı xüsusiyyətləri var? Quruluş cəhətdən. Quruluş cəhətdən üç növ var. Təpə, Yox. onları həm də Növün mövsüm soruşmuram. Bax, hüceyrənin öz xüsusiyyəti. Yəni hüceyrənin quruluşunda hansı xüsusiyyətlər var? necə yəni? Məsələn, mən keçən dərs demişdim, o toxumalarda nələrə diqqət edin. Məsələn, kiçik ölçülüdürlər, iri nüvəli, hı, kiçik ölçülüdürlər, iri nüvəlidirlər, nazik qılaflıdırlar həmçinin. Yəni xüsusiyyət olaraq hüceyrənin xüsusiyyətləri bunlardır. Bildim. Tamam. Hansı növləri var? Təpə, yan, aralıq, zədə. Yaxşı. E, yan meristemin digər adı nədir? Yan meristemin digər adı kambi olmalıdır. Kambi. Kambi. Kambinin funksiyası nədir? Kambin funksiyası o gövdə və ya kökün enə böyüməsini təmin edir. Tamam, yəni əsasən gövdənin belə deyək, eninə böyüməsini təmin edir. Yaxşı, davam edirik. Törədici toxum hüceyrələri canlıdırlar, yoxsa ölüdürlər? Canlıdırlar. Canlıdırlar. Keçək örtük toxumasına. Örtük toxumasının hansı növləri var? Örtük toxumasının mantar və dəricik və mantar. Dəricik və mantar. Hansı cavan zoğlarda hansı gövdənin yaşlı hissələrində rast gəlinir? Cavan hissədə dəricikdir, Aha, digər hissədə aha. mantar. Yaşlı gövdələrdə isə mantar. Hansı canlıdır, hansı ölüdür? Dəricik canlıdır, mantar ölü. Tamam. Hansı nazik qılaflıdır, hansı qalın qılaflıdır? Mantar qalındır, dəricik nazik. Yaxşı. Bu toxumanın, yəni bu sadalamadığımız başqa hansı xüsusiyyətini deyə bilərik? E, şey, mərciməklə qaz mübadiləsi gedir, məsələn, mantarda. Az mübadiləsində iştirak edirlər, deyə bilərik. Hı Yəni -hı. ağızdıq dəricikdə, mərcimək Bəli. isə mantarda olur. Başqa? Sonra hüceyrələri onlarda sıx yerləşir. Bəli, hüceyrələri sıx yerləşir. Yəni bu da onları ətraf mühitin, yəni bitkini ətraf mühitin təsirindən qorumaq funksiyası üçün Bəli. uyğunlaşmışdır. Tamam. Keçək ötürücü toxumaya. Ötürücü toxumanın hansı növləri var? Ötürücü toxumada ksillema və floema Tamam. boruları Hansı var. canlı, hansı ölüdür? Deməli, ksillema ölüdür, floema canlıdır. Tamam. Funksiyaları nədir? Funksiyaları orada üzvi maddələr ki, sintez olunur, o floema boruları vasitəsilə digər orqanlara aparılır, digər hissələrə aparılır. Aha. Sonra ksillemada isə su və mineral duzlardan danışır, da onlar aparır. Bəli. İstiqamət necədir? Yəni hardan hara istiqaməti? Aşağıdan yuxarı yoxsa yuxarıdan aşağı hansında necədir? Su və mineral duzlar aşağıdan yuxarıdır. Aha. E, Floemada isə yuxarıdan aşağı. Aha. Floemada hər iki istiqamətdə var. Yəni həm aşağıdan yuxarı var, həm yuxarıdan aşağı.
Amma silemada yalnız aşağıdan yuxarı istiqamətdə hərəkət baş verir. Yaxşı. Hüceyrələrin quruluşunda deyir ki, bəzilərində arakəsmələr yox olub və ümumi boru şəklini alıb. Bu hansıdır? Floemadır yoxsa ksilemadır? Poema. Yox, floema deyil, ksilemadır. Floemada ələk kimi deşiklidir, amma ksilemada isə arakəsmə ümumiyyətlə yox olub və boru şəklini alıb. Tamam. Əsas toxumanın hansı növləri var? Əsas toxumanın fotosintez edici, ehtiyat toplayıcı bunlar Bəli. İki dənədir. bəli, Canlıdırlar yoxsa ölüdürlər? canlı. Canlıdırlar. Fotosintez edici toxumaya harda rast gəlmək olar? Yaşıl hissələrdə, Məsələn, yarpaqda. yarpaqda, həmçinin zoğun da bəzi yaşıl hissələrində, yəni cavan və yaşıl hissələrində ola bilər. Bəs ehtiyat toplayıcı toxumaya harda rast gəlmək olar? Vakulda mən. Vakulda ola bilər. Yəni, vakul əslində toxuma deyil, yəni vakul hüceyrə hissəsidir. Başqa onda Başqa. Gövdənin özəkdə. özək hissəsində, bəli, həmçinin də köklərdə, yəni kök ünsovlarda, meyvə köklərdə, gövdə yumrularında ehtiyat toplayıcı toxumaya rast gələ bilərik. Tamam. Bitkinin ifrazat toxumasına nə aiddir? Bitkinin ifrazat toxumasına nektarlıqlar, borucuqlar, sonra tükcüklər var. Aha. Fəzili tükcüklər, şirə Bəli, ifraz edən kanalcıqlar, başqa? bəli. Çıxış, qatran çıxışları. Qatran çıxışları, süd şirəsi kanalcıqları həmçinin deyə bilərik. Yaxşı. Bəs mexaniki toxumanın əsas funksiyası? Dayaq funksiyasını yerinə Aha, yetirir. fəal funksiyası və möhkəmlik verir. Hüceyrələri Bəli. canlıdır, yoxsa ölüdürlər? Hüceyrələri canlı. Yo, ölü. Amma mənim orada ikisi də var da. Yəni, əsasən ölüdürlər, bəzən canlı ola bilər. Yəni, biz demək olar ki, orta məktəb dərsliklərində keçdiyimiz mexaniki toxuma hissələri ölüdürlər. Yəni, Hı orta -hı. məktəb dərsliklərində yəni, ölü mexaniki toxumaları keçirik, amma bəzən canlı. Yəni, sual olunsa ki, yəni deyilsə ki, bir fikir olaraq bütün mexaniki toxuma növləri ölüdürlər, o fikir yanlış olar. Yəni, bəzən canlı olurlar. Amma əsasən ölü hüceyrələrdən təşkil olunmuşlar. Tamam. Davam edirik. Keçək bitki orqanlarına. Ümumi olaraq çəkili bitki orqanlarını hansı qruplara ayırırıq? Vegetativ orqanlar, bir də generativ orqanlara ayırırıq. Hansılardır? Sayın. Bəli. Vegetativ orqanlar kök, gövdə, yarpaqdır. Generativ orqanlar da çiçək, meyvə və toxumdur. Tamam. Başlayaq elə kökdən. Kökün funksiyaları. Kökün funksiyaları nələr? Deməli, kökün funksiyaları əsasən dayaq funksiyasını yerinə yetirir. Bitkini torpağa bərkidir. Aha, Sonra suda həll olmuş mineral maddələri sorur, onları digər hissələrə ötürür. aha, Ondan sonra simbiozluq əmələ gətirir yumurcuq bakteriyaları ilə və bəli. s. Üzvü Göbələklərlə maddələr mikrobizə əmələ edə gətirir. bilir. Bəli, göbələklər də gətirə bilir. Çoxalmada iştirak edə bilir. Aha, Başqa? başqa. Bəzən ehtiyat qida maddəsi toplayır. Bəli, ehtiyat da var. Şəkil dəyişmələr əmələ gətirir. Bəli, Tamam. Kökün ucu nə ilə örtülmüşdür? kök üsküyü ilə. Funksiyası nədir kök üsküyünün? Kökün ucunu zədələnmələrdən qoruyur. Kökün ucunu, bəli, zədələnmələrdən qoruyur. Tamam. Hansı toxumanın hesabına bərpa olunur? Yəni kök üsküyü zədələndikdə Törədici. törədici toxumanın hesabına bərpa olunur. Kökün zonaları hansılardır? Kökün zonaları deməli bölünmə zonası var, böyümə zonası, sorucu və ötürücü zona. Hansı zonada tam formalaşmamış ötürücü borular olur, əmələ gəlir?
Tam formalaşmamış Bəli. sorucu. Yox, sorucu zonada tam formalaşmış olur. Yox. Sorucudan əvvəlki hansıdır? Bölüm, böyümədə, Böyümə zonası, böyümədə bəli. Yəni böyümə zonasında tam formalaşmamış ötürücü borular olur. Sorucuda isə tam formalaşır. Əmici tellər hansı zonada yerləşir? əmici tellər sorucu zonada olur. Sorucu zonada olur. Əmici tellər hansı toxum hüceyrələrinin çıxıntılarıdır? Toxum hüceyrələrinin Hansı toxum hüceyrələrinin? Yəni əmici tellər nədən əmələ gəlirlər? dəricik, örtük, Örtük toxum örtükdən. hüceyrələrindən. Bəli. Bir əmici tel neçə hüceyrənin çıxıntısıdır? Qabıq hüceyrəsinin çıxıntısı Neçə? olurdu. Neçə? Onu bilmirəm. Bir əmicidir, bir hüceyrənin çıxıntısıdır. Yəni mövzuda şəkillər də var idi. Yəni hər bir hüceyrənin bir dənə çıxıntısı əmicitel əmələ gətirir. Tamam, davam edirik. Onda hansısa sınaq işləyəndə belə bir sual yadıma, yəni orada rastıma düşdü, dedim elə onu da sənə verim. Kökün hansı zonalarında kök təzyiqi ola bilər? Kök təzyiqi Bəli. sorucu zonada Başqa? ötürücü. Sorucu və ötürücü zonada, bəli. Kökün növləri hansılardır? Kökün növləri Bəli. əsas, əlavə və yan kök. Nədən əmələ gəlir? Əsas kök nədən yaranır? Əlavə kök nədən yaranır? Yan Aha. kök nədən yaranır? Əsas kök rüşen kökcüyündən yaranır. Aha, Əlavə kök gövdədən, yarpaqdan. aha. Yan kök də digər köklərdən. Yəni əsasdan da, əlavədən də yarana bilər. Yan kökün özündən də yaranır. Özündən də yarana bilər, bəli. Yaxşı. Kök sistemi nədir və hansı növləri var? Kök sistemi köklərin cəmidir. Mil kök sistemi var. Bir də saçaqlı kök sistemi var. Hı -hı. Mil kök sisteminə biz iki ləpəli bitkilərdə rast gəlirik. Saçaqlı istisna var. Bir də saçaqlıya da bir ləpəlidə rast gəlirik. Amma Hansı orada da iki istisna ləpəli var. bitkidə saçaqlı kök sistemi var? Bağ yarpağında. Yaxşı. Saçaqlı kök sistemində əsas kök ola bilərmi? Əsas kök quruyur, amma olur da quruyur. Hı -hı. Ola da bilər, olmaya da bilər. Belə deyək. Bəli. Yəni ya əsas kök var, digər köklərdən seçilmir, ya da ümumiyyətlə yoxdur. Mil kök sistemində əsas kök olmaya bilərmi? Xeyr, mil kök sistemində əsas kök gözə çarpan kökdür. Bəli, mütləq olmalıdır və digər köklərdən seçilməlidir. Tamam. Bəli. Suyun və mineral duzların kök boyunca, ümumiyyətlə bitki boyunca hərəkət ardıcıllığı necədir? Əmici tellər Hı. oradan dəricik hüceyrələrinə gəlir. Hı. Sonra qabıq hüceyrələrinə gəlir. Oradan da borucuqlara. Hansı borcu var? Yarpaq boru. Xeyr. e, Kök boruları, Əvvəlcə kök sonra boruları, gövdə boruları, sonra yarpaq boruları. bəli. Sonra bəs Ondan sonra da yarpağın hüceyrələri. yarpağın hüceyrələri. Bəs daha sonra nə ola bilər? O kökdən yarpağa doğru olan Yarpaq istiqamət hüceyrələrindən sonra hara gedə bilər? hərəkət edir. Yarpaq hüceyrələrindən sonra buxarlana bilər, transpirasiya baş verə bilər, yəni Bəli. ağızlıq vasitəsilə. Hı Tamam. -hı. Gübrələr ümumi olaraq hansı qruplara ayrılır? Gübrələr üzvü və mineral gübrələr olur. Hı -hı. E, Sayım onları. Say. Üzvü gübrələr quş sığıdır, peyindir, torfdur, heyvan çürüntüləridir. Hı -hı. Minerallar da azot, fosfor və kalium gübrələri. Tamam. Minerallar, azot, fosfor və kalium. Soyuğa davamlılığı artıran hansı gübrələrdir?
Toyuğa davamlılığı artıran Bəli. fosfor olmalıdır. Fosfor. Başqa? Kalyum çünki azot değil, kalyum. Fosfor ve Bəli. kalyum. Fosfor və kalium. Yəni həm fosforun o xüsusiyyəti var, həm də kalium. Yaxşı. Evet. Çiçək açma və meyvə əmələ gətirmənin hansı Fosfor. gübrələr? Fosfor gübrələri. Bəs gövdə və yarpaqların böyüməsini sürətləndirən Azot. azotdur. Bəli, düzdür. Tamam. Nəyə görə üzvü gübrələri adətən payızda, mineral gübrələri isə yaz aylarında verirlər? Suda həll olmalarına görə. Biraz da dəqiqləşdirək bəlkə. Mineral gübrələr suda tez həll olur. Mineral gübrələr daha asan mənimsənilir, yəni duz Bəli, şəklində olduğuna görə. bəli, Üzvü gübrələrin isə mikroorqanizmlər tərəfindən minerallaşmasına ehtiyac var. Yəni bu proses üçün bəli. də uzun müddət lazım olduğu üçün, yəni biz payız aylarında üzvü gübrələri torpağa verməliyik ki, mikroorqanizmlər tərəfindən minerallaşma həyata keçirilsin. Keçək digər vegetativ orqana, gövdə. Gövdənin funksiyaları nələrdir? Bir dəqiqə. Orada da mexaniki funksiya var. Hı -hı. Demək, ötürücü funksiya da var, çünki maddələrin daşınmasını təmin edir. Hı -hı. Çoxalmada iştirak edir. Yəni çoxalma funksiyası var. Sonra ehtiyat toplayıcı funksiya var. Hı -hı. Müdafiə olmalıdır bir də. Ola bilər, bəli. Şəkil dəyişmə tikan əmələ gətirərək heyvanlar tərəfindən yeyilməsindən müdafiə edir. Yaxşı. Bəli. E, zoğ nədir? Zoğ yarpaq və tumurcuq olan, üzərində yarpaq və tumurcuq olan gövdənin cavan hissəsi. Bəli. Zoğ üzərində nələr var? Zoğ üzərində böyümə konusu, tumurcuqlar, E, yarpaq, aha. sonra buğum, buğum arası, Başqa? başqa Yarpaq, tumurcuq. yarpaq qoltuğu da var həmçinin. Bəli var. Əgər n sayda buğum arası varsa, buğum sayı nə qədər Aha. olar? Plus 1. Plus 1 olar, bəli. Tamam. Tumurcuğun yerləşməsinə görə növləri hansılardır? Deməli təpə orada törəci toxuma kimidir. Təpə tumurcuğu da var, yan tumurcuğu da var. Bəli, yan tumurcuğun hansı növləri var? Deməli qoltuqdur, əlavədir, yatmış tumurcuq. Bəli. Nədir bir-bir bunlara tərif edək? Deməli yatmış tumurcuq normalda bunlar inkişaf etmir, amma lazım gəldikdə məhv olmuş tumurcuqları əvəz edə bilirlər. Yəni sürətlə inkişaf edə bilirlər. Bəli. Sonra qoltuq tumurcuğu yarpaq qoltuğunda yerləşən tumurcuqdur. Aha. Əlavə də ki, onlar buğum arasında da olurlar, yarpaqda da olurlar, yəni üzərində olurlar, kökün də üzərində olurlar. Bəli. Bəli. Bəs inkişafına görə tumurcuğun hansı növləri var? Vegetativ tumurcuq, generativ tumurcuq. Necə fərqlənirlər quruluş cəhətdən? Quruluş cəhətdən vegetativ daha kiçik olur generativdən. Bir də ki, orada o gövdə yarpaq onlara başlanğıc verir. Hı -hı. Yəni, yarpaq başlanğıcı hər birində, hər ikisində var, elə bilirəm. Amma vegetativ tumurcuqda zoğ başlanğıcı, generativ tumurcuqda çiçək başlanğıcı və yaxud çiçək qrupları başlanğıcı olur. Bəli. Yəni, xüsusiyyətinə görə fərqlənir bir-birindən. Tamam. Kökün şəkil dəyişmələri yadımdan çıxmışdı. Kökün şəkil dəyişmələri hansılardır? Kökün şəkil dəyişmələri meyvə kök var Aha. və kök yumrusu. Başqa? Meyvə kök, kök yumrusu. Başqa? Başqa? Yenə var. Adətən Bığcığa, uşaqlar ona diqqət eləmirlər. bığcığa çevrilə bilir. Nəyə? Deyil. Əlavə köklər Nəyə bığcığa çevrilə çevrilir. bilir dedi? Bığcığa. Bığcığa, bəli. Bəli. Hansı bitkidə? Daş sarmaşığında. Daş sarmaşığı, bəli. Adətən
uşaqlar və bəzən də müəllimlər də heç ona diqqət eləmirlər. Amma kök şəkil dəyişmələrinə bığcıq da aiddir. Yəni sadəcə meyvə kök və kök yumrusu aid deyil. Daş sarmaşığının əlavə kökləri bığcığa çevrilərək dayağa dırmaşmanı təmin edirlər. Yaxşı, davam Hı hı. edirik. Deməli, Bəli. e, meyvə kökün yuxarı hissəsindən hansı növ kök əmələ gələ bilər? Meyvə kökün yuxarı hissəsindən Bəli. meyvə kökdə Meyvə kökün yuxarı hissəsindən hansı növ kök əmələ gələ bilər? əsas kök, Yox. yuxarı hissə, əlavə və yan kök. Bilmirəm Meyvə müəllim. kök nədən əmələ gəlir? Meyvə kök əgər ki həmin ehtiyat qida maddələri əsas kökdə toplanırsa, meyvə kök olur da. Sadəcə əsas kökdən əmələ gəlir. Gövdənin aşağı hissəsində də toplana bilər. İndi meyvə kökün aşağı hissəsi hansıdır, yuxarı hissəsi hansıdır? Necə? Yəni meyvə kökün yuxarı hissəsi və aşağı hissəsi. Yəni deyirsən, meyvə kök əsas kökdən və gövdənin aşağı hissəsindən əmələ gəlir. Meyvə Bəli. kökün hansı hissəsi əsas kök olan hissədir, hansı hissəsi gövdə olan hissədir? Yer altında qalan hissəsi yoxsa başa düşmürəm. Bax, onda gövdənə lövhəni paylaşım, göstərək də. Meyvə kökün aşağı və yuxarı hissəsi əsas məsələ. Gövdənə lövhə paylaşılsın. Bax, demək, fərz eləyək ki, mən bir dənə yer kökü şəklini çəkim. Və tutaq ki, bura torpaq səviyyəsidir. Və belə də olsun yer kökü. Düzdür? İndi biz deyirik ki, meyvə kök əmələ gəlməsində əsas kök və gövdənin aşağı hissəsi iştirak edir. Gövdənin aşağı hissəsi. İndi bu xəttdən aşağı hansıdır, yuxarı hissə hansıdır? Meyvə olan hissə aşağıdır. Meyvə olan hissə nədir? Əsas kök gövdənin aşağı hissəsi. Bəli. Hansı hissə əsas kökdür, hansı hissə gövdədir? Aş aşağı hissə əsas kök olan hissədir. Yo, yuxarı hissə əsas kök, aşağı hissə gövdən aşağı Yəni hissəsidir. gövdə aşağıda olar, kök yuxarıda. Deyil. Hə. Mən bayaq sual nə verdim? Dedim ki, meyvə kökün yuxarı hissəsindən nə inkişaf edər? Hansı növ kök inkişaf edər? Elə bir sual verdim də, düzdür? Hı. Əlavə kök olardı. Əlavə kök olar. Nə üçün? Çünki meyvə kökün yuxarı hissəsi gövdədir. Gövdədən də inkişaf edən kök hansı kök olur? Əlavə. Əlavə kök olur. Bəli. Aydın oldu Fidan. Bəli. Tamam. Lövhəni bağlayıram. Davam edirik sual cavabımıza. Xəyallarını da daxil edək də sual cavaba.
Hə? Bəli. Bəli. Tamam. Deməli, kökü soruşmuşam. Demək olar ki, kökün şəkil dəyişmələrini soruşurdum. Və gövdənin də müəyyən hissəsini soruşmuşam, qalanı qalıb. İnşallah ardında sən də qoşularsan. Deməli, kökün şəkil dəyişmələrini soruşurdum. Deməli, elə dedik ki, meyvə kök əmələ gəlir əsas kök və gövdənin aşağı hissəsindən. Meyvə kökün yuxarı hissəsindən əlavə kök inkişaf elədi, aşağı hissəsindən yan kök inkişaf edir. Çünki aşağı hissəsi əsas kökdür. Əsas kökdən də inkişaf edən kökə yan kök deyilir. Xəyala, hansı bitkilərdə meyvə kök var? Turp, yer kökü, sonra çuğundur, Hı. sonra bir də şalğam. Yaxşı. Fidan, hansı bitkilərdə kök yumrusu var? Georgin, qaymaqutu, jenşen. Tamam. Keçək yenidən gövdəyə. Gövdənin daxili quruluşu Fidan hansılardır? Hansı hissələrdən ibarətdir? Gövdə qabıq qatından, kambi, oduncaq və özəkdən Qabığın ibarət. hansı qatları var? Mantar və floema, yəni xarici və daxili. Mantar və floema, bəli. Yox, harda? Xarici və daxili deyək. Bəli, Xarici hissəsi bəzən mantar, bəzən nə ola bilər? bəzən Mantar örtük olmasa toxumu təşkil olunur. Dəricik. dəricikdən təşkil oluna bilər. Bəli. Yəni cavan gövdədirsə dəricik nisbətən yaşlanıbsa mantar toxuması hesab olunacaq. Tamam. Mantar və dəricik hansı toxumanın növləri oldu? Bilən? Ötürücü toxuma. Hansı? Nə dedim? Mantar və dəricik. Mantar və dəricik. Bilən? Mən bax düz demədim. Eşitmədim yaxşı. Bir də denən. Ötürücü. Mantar və dəricik ötürücü toxumadır. Hələ? Örtük toxuması. Örtük Ay, toxuması. örtük. Hələ ilə davam edək. Hələ floemanın hissələri hansılardır? Folema lifləri, bir də folema boruları. Folema lifləri cansız ölü hüceyrələrdən təşkil olunub, amma folema boruları isə canlı hüceyrələrdən təşkil olunub. Funksiyaları nədir? Funksiyaları, folema boruları ötürücü toxumadır. Folema lifləri isə mexaniki toxumadır. Bitkinin dayağını təşkil edir. Nə bir şey. Tamam. Fidanla davam edək. Qabığın altında hansı qat yerləşir? Qabıq qatında kambi qatı. Qabığın altında kambi. Kambinin funksiyası nədir? Deməli, enlə bölünməni təmin edir. Kambi qatı hüceyrələri bölünərək gövdənin hansı qat hüceyrələrini əmələ gətirirlər? Qabıqla oduncağı. Daha çox oduncaqdır yoxsa qabıqdır? Daha çox qabıq. Qabıq daha Daha çox qalındır yoxsa oduncaq? oduncaq daha qalındır. Oduncaq olur. Yəni, deməli, oduncaq hüceyrələrini daha çox əmələ gətirir ki, ona görə qalın Bəli. olur. Tamam. İllik halqalar. İllik halqalarla bağlı keçən dəfə üst turda demişdim, materialımızda da var idi. Tutaq ki, ağacın 18 yaşı var. Onun Hı -hı. 16 yaşına uyğun halqası özək üzərindən neçənci olar, kambi altından neçənci olar? Neçə yaşı var ağacın? 18 yaşı var. 16 yaşa uyğun. Bəli. Kambidən deməli 3 olacaq. Çünki Ha, 18-ə 16-nın çıxıb üzərinə 1 gələrik. Özəkdən isə elə soruşulan yaş olur 16. 16 olacaq. Tamam. Davam edək xəyala ilə. Odunca qat hansı hissələrdən ibarətdir? Oduncaq qatı, oduncaq lifləri, yəni də oduncaq borularından ibarətdir. Aha. Ə, Sonra Xüsusiyyətləri. bir də bəli, Xüsusiyyətləri nələrdir və funksiyalar? yenə oduncaq boruları ətricidir. Hı -hı. Oduncaq lifləri də mexaniki. Canlıdır yoxsa ölüdür? Onlar ikisi də ölüdür. Qalın qılaflıdır yoxsa nazik qılaflı? Qalın. Qalın qılaflı. Tamam. Fidan, özək hansı toxumadan ibarətdir? Əsas. Əsas. Hansı növü?
Ehtiyat toplayıcı. Hansı bitkilərdə özək bərkdir, hansı bitkilərdə yumşaqdır? Deməli qarağacdır, bir də palıddır. Bunlarda bərk olur. Gəndalaşda yumşaq. Aha. Əksər bitkilərdə bərk olur. Yəni misal üçün qarağac və palıd verilib. Yəni, digər bitkilərdə, yəni gəndəlaşdan başqa demək olar ki, bitkilərin əksəriyyətində özək bərk olur. Gövdənin şəkilləşmələri filan hansılardır? Tikan, bığcıq, Aha. gövdə yumrusu, Sonra. kökümsöz, bir də soğanaq. Tamam. Bunların içərisindən hansını həm də yarpaq şəkil dəyişməsi hesab edə bilərik? Bığcığı, Hmm, Soğanaq olar. Soğanaq olar, bəli. Çünki soğanağın hansı hissələri yarpaq şəkil dəyişməsidir? Pulcuqları var ona görə. Aha, bəli, ətli və quru pulcuqları. Düzdür, tikan və bığcıq yarpaq şəkil dəyişmələrində də var. Amma eyni tikan həm gövdə, həm yarpağın şəkil dəyişməsi ola bilməz. Yəni o tikan əgər gövdənin şəkil dəyişməsidirsə, yalnızca gövdə şəkil dəyişməsidir. Və yaxud yarpaq, tutaq ki, göyəmin tikanıdırsa, bu gövdə şəkil dəyişməsidir. Eyni zamanda həm də yarpaq şəkil dəyişməsi ola bilməz. Amma soğanaq, soğanağın hansı hissəsidir xəyala gövdə şəkil dəyişməsi? Dibçidir. Bəli. Qavanağın dibciyi gövdə şəkilləşməsi, ətli və quru pulcuqları yarpaq şəkilləşməsi. Tamam. Fidan sayacaq gövdə yumruları hansı bitkilərdədir? gövdə yumrusu, kartofdur, bir də topinambur. Bəs soğanaq hansı bitkilərdədir? Soğan, sarımsaq, nərgiz, Sonra. e, dağ laləsi, qaz soğanı Bəli. var. Və soğanaqlı yumrular hansı bitkilərdədir? Zəfəranda, bir də qladiolusda. Ee, Bəs kökümsül hansı bitkilərdədir? İnci çiçəyi, Hı -hı. ayrıqotu, çayır, gicitkən. Tamam. Xəyala cavab verəcək. Kökümsovun hissələri quruluş cəhətdən nələrdən ibarətdir? Kökümsözün hissələri şey şəkildə var idi. Bəli, şəkildə var idi. Sərdim deyə bilmərəm mən. Fidan? Orada tumurcuqlar olurdu, təpə və yan tumurcuqlar, bir də yarpaqcıqlar. Təpə və yan tumurcuqlar olurdu. Ee, Yarpaq, pulcuq şəkilli yarpaqçıqlar olurdu. Başqa Bəli. hissələr də var. Buğum-buğum arası. Buğum arası olurdu, bəli. Tamam, davam edirik. Şeylə, yarpaqla davam edək. Yenə də fidan, yarpağın əsas funksiyaları, ümumiyyətlə yarpağın funksiyaları nələrdir? Yarpağın əsas funksiyaları fotosintezdir, suyun buxarlanmasıdır, bir də qaz mübadiləsidir. Bəli. Başqa hansı funksiyaları ola bilər? Su toplayıcıydı. Ehtiyat su toplaya bilər. Bəli. Başqa? Müdafiə də ola bilər. Aha. Sonra çox veqetativ çoxalmada bu da iştirak edir. Bəli, yarpaq delikləri şəklində. Tamam. Yarpağın daxili quruluşu xəyala hansı hissələrdən ibarətdir? Yarpaq daxili Bəli. toxum, birinci dəricik, Hı -hı. sonra süngərvari toxuma, sütunvari toxuma, Hı bir də -hı. ağızcıqlar da vardı. İşte onlardan əvvəl. Belə. Dəricik, süngərvari, sütunvari toxuma. Ağızlıq elə dəriciyin hissəsidir. Əsas bir dənə hissə qaldı. Yarpaq boruları. Yarpaq damarı. Yarpaq damarı hansı hissələrdən ibarətdir? Hə, o borular, əliyə bənzər borular, bir də mexaniklər. Bəli. Yarpağın daxili quruluşunda neçə toxuma qrupu, neçə toxuma növünə rast gəlinir? O hazır bildim. Desən 6 dənə toxuma qrup, 6 dənə toxuma növü, 4 dənə qrupla rast gəlinir. Bəli, bəli, düzdür. Fidan, hansı bitkilərdə
ağızlıq yalnız üst dəricikdə, hansı bitkilərdə hər iki dəricikdə, hansı bitkilərdə e, alt dəricikdə yerləşir? Deməli, Viktoriya ilə Suzan bağında üst dərəcikdə yerləşir. Aha. E, Süsənlə kələm hər ikisində, normal digər bitkilərdə onsuz alt hissədə yerləşir. Digər əksər bitkilərdə bəli alt dəricikdə yerləşir. Amma yenə də fidan üçər, barmaqvarı, tək lələkvarı, cüt lələkvarı mürəkkəb yarpağa misal. Hər birinə Hər birinə bəli. içəridə böyürtkəndir, lobyadır, çiyələkdir, e, moruqdur. Sonra cüt lələkvarı, noxud, lərgə, sarı akasiya, barmaqvarı, çətənədir, acı paxladır, Hı, bir də at çabaldır. bəli, bəli. Tək lələkvarı da qozdur, ağ akasiyadır, qızılgüldür. Aha, bir də it burnu. İt burnundayım. Yaxşı. Davam edirik xəyala. Növbəli qarşı-qarşıya topalı düzülüş hərəsində bir buğumla neçə yarpaq yerləşir və hansı bitkiləri misal göstərə bilərik? Növbəli düzülüşdə soruşdu. Hı -hı. Hə, Yəni, hansı, şey növbə bir buğumda neçə yarpaqdır və hansı bitkilər? növbəli düzülüşdə bir buğuma bir yarpaq birləşir. Hı Orada alma aiddir, toz ağacı aiddir, cökə aiddir. -hı. Sonra qarşı-qarşıya düzülüşdə əsasən yasəmən, gizli tikən, sonra e, və sair kimi belə buna oxşar. Orada da Və bir sair buğuma eləməyəcək. 4 dənə bitki var orada. şeydə qarşı-qarşıda şeye oxşar da, yasəmənə falan oxşar, kiçiklərə oxşar bitkilər. Adı. Nasıl deyim? Bir daha. Sizə eyni Reyhan olmalı. Reyhan. bir Biri də nana, qaldı. hə. Nana, Reyhan, nana. hə, Reyhan, nanə, yasəmən, bir də gicitkən. Gecikən. Orada da hər bir buğuma hər iki tərəfdən yarpaq birləşir. Hı -hı. İki yarpaq. Sonra bəli. Topalı düzülüşdə isə burada qaraqabezi, olyandır. Yox, eladir, olyandır nə? Eladir